Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve sallallahu ala nebiyyina Muhammedin ve ala alihi ve sahbihi ecma'in ve men tebi'ahum bi ihsanin ila yevmiddin. Şək yoxdur ki, fitnələr çoxdur. Fitnələr ta Peyğəmbər sallallahu aleyhi və səlləmin zamanından eləcə də qiyamət gününə qədər davam eləyəcək. Lakin bu fitnələrlə yanaşı mömin öz nəfsini qorumalıdır. Və bu mühümdür. Çünki insan özünü qorumadığı təqdirdə həlak olmağa məhkum olacaq. Ona görə daim insan özünü qorumağa çalışmalıdır. Və insan özünü necə qoruya bilər? Onun bir çox vasitələri var, yəni səbəbləri var, vəsilələri var. Və xüsusən də insan üçün ən böyük düşman olan şeytandan. Ən birinci, dəyərli qardaşlar, insan Allah Taalaya səmimi iman gətirməlidir. İman elə bir nemətdir ki, imanın sayəsində insan Allahın məğfirətinə və rəhmətinə nail olacaq, şəksiz. Və həmçinin imanın sayəsində Allah Taala qulunu bağışlayacaq, cəhənnəmdən azad edəcək, xilas edəcək. Və iman ən böyük nemətlərdən biridir, birinci növbədə. Çünki insan nəfsini qorumaq üçün fitnələrdən və şeytanın hiləsindən, tuzağından ən birinci Allaha iman gətirməlidir. Allaha da iman necə olmalıdır? Səmimi şəkildə, mücərrəd dillə yox, həm qəlblə və eyni zamanda da insan əzaları ilə bu inancı göstərməlidir. Allaha iman həm onun varlığına, onun yaratdığı mələklərə, onun göndərdiyi kitablara, onun göndərdiyi elçilərə və həmçinin axirət gününə, qədərin xeyrinə və şərrinə. Və iman mütləqdir, əziz qardaşlar. İman sayəsində insan öz nəfsini qoruyur. Və sonra insan öz nəfsini qorumaq üçün növbəti əməl nə olmalıdır? İxlas olmalıdır. Etdiyi əməllərin hər birində, xüsusən bütün ibadət yönlü əməllərin hamısında yalnız ixlas olmalıdır. Və riyanı, göstərişi, insanların mədh etməsi üçün tərk etməlidir. Əsas insan nəyi ummalıdır? İxlası. Və ixlas elə bir əməldir ki, əziz qardaşlar, insanın imanını saflaşdırır. İnsanın əməlini Allah qatında məqbul olması üçün əsas mühüm vasitədir. Çünki mömin daimi əməl edir. Və o əməl etdiyi üçün mütləq nəyi fikirləşməlidir? İxlası. Və Allahdan istəməlidir ki, Allah onun əməllərini ixlaslı əməllərdən etsin. Və sonra dəyərli qardaşlar, insan özünün nəfsini qorumaq üçün şeytandan vasitələrdən biri də Peyğəmbər sallallahu aleyhi və səlləmin yoluna gözəl şəkildə tabi olmaqdır. Onun sünnətinə tabi olmaqdır. Onun buyurduqlarını yerinə yetirməkdir. Və şəriətdə əsli olmayan əməlləri, yəni o əməllər ki, hansı ki yeniliklər adlanır, bidətlər adlanır və o əməlləri tərk etməlidir. Çünki bidətlər bilirsiniz ki, insanın əksinə, imanına çox böyük təsir edir. Və insanın imanının zəifləməsində də rol oynayır. Çünki insan elə bilir ki, bidətlərin sayəsində imanı artır, əksinə. Bidətlər insanı Allah və Rəsulunun göndərdiyi şəriətin əksinə yönəldir. Ona görə insan öz nəfsini nə cür qoruya bilər? Rasulullah sallallahu aleyhi və səlləmin sünnətinə tabi olmaqla və onun sünnətinin əksi olan, şəriətdə olmayan bidətləri tərk etməklə öz nəfsini qoruya bilər. Və həmçinin, əziz qardaşlar, insan öz nəfsini qorumaq üçün səbəblərdən daimi Allahın əmr etdiyi namazları qorumalıdır. Vacib olan namazları vaxtında əda etməlidir. Və xuşu şəklində, yəni Allaha qəlbi yönələrək, yəni can dərdi olaraq yox, o namaza sevgi ilə yanaşmalıdır. O namaza qəlbində xuşu ilə yanaşmalıdır. Və o şəkildə o zaman o öz nəfsini qoruya bilər. Və sonra insan öz nəfsini qorumaq üçün səbəblərdən və insan Allahın vacib etdiyi əmrləri, namazları icra yerinə yetirdikdən sonra nafilə ibadətlərə də başvurmalıdır, yönəlməlidir. Nə üçün? Çünki insan öz nəfsini şeytandan qorumaq üçün fərz əməllərdən sonra ən əsas əməllərdən biri də insan nafilə əməllər etdiyi təqdirdə Allah Taala onu qoruyur. Şeytanın hiləsindən, şeytanın vəsvəsəsindən. Çünki insan əməllərini nə qədər artırdıqca o
öz nəfsini qorumuş olur. Və sonra dəyərli qardaşlar, insan öz nəfsini qorumaq üçün oruç əməlinə başvurmalıdır. Hansı ki, Allah subhanahu və teala'nın vacib etdiyi orucla bərabər bilirsiniz ki, müstəhəb oruclar var, sünnə orucları var. Və insan sünnə, nafilə orucları tutduqda da və bu şeytan üçün çox böyük təsir edir. Şeytan bütün gücü və qüvvəti zəifləyir. Və bundan sonra insanın imanını gücləndirən və həmçinin insanın nəfsini şeytandan qoruyan nafilə ibadətləri çoxaltmaqla yanaşı təqvalı olmasıdır. Allahdan layiqincə qorxmasıdır. Və həm əməllərində təqvaya yaxınlaşdıran əməllərə yönəlməlidir, öz nəfsini sövq etməlidir və həmçinin daimi Allaha dili ilə Allahı zikr etməlidir. Və bu da insanın nəfsini qoruyan əməllərdəndir. Hansı ki, zikir insanı şeytandan uzaqlaşdıran vasitələr içərisində ən fəzilətli vasitələrdəndir. İnsan daimi Allahı zikr etdikcə, dili ilə Allahı xatırladıqca və qəlbi ilə Allahı xatırladıqca və deyir ki, insanı şeytandan uzaqlaşdıran ən mühüm, ən əfsəldir vasitələrdəndir. Və sonra dəyərli qardaşlar, insan öz nəfsini şeytanın hiləsindən qorumaq üçün daim Allah Taala'nın qarşısında və huzurunda ondan bağışlanma diləməli, tövbə etməlidir. Çünki qulun tövbə və bağışlanma diləməyədir ehtiyacı var və öz nəfsini mühasibə etməlidir. Və çünki insan öz nəfsini mühasibə etdikdə, Allahdan bağışlanma dilədikdə, istiğfar dilədikdə və tövbə etdikdə artıq o şeytandan öz nəfsini qorumuş olur, uzaqlaşdırmış olur şeytanın hiləsindən. Və eləcə də dəyərli qardaşlar, vasitələrdən insan öz nəfsini qorumaq üçün daimi insan Allaha sığınmalıdır. Daimi Allaha sığınmalıdır və Allaha dua etməlidir. Fikir verin, əziz qardaşlar, və bu da mühüm məsələlərdəndir. Və bizim cəmiyyətimizdə bilirsiniz ki, həqiqətən acınacaqlı hallardan biri budur ki, bəzi dırnaq arası insanlar, yəni ilahiyyətçilər insanları nəyə yönəldir? Allahdan qeyrisinə sığınmağa təşviq edir. Misal üçün, deyir, get filan pirə, ondan istə və o səni himayə edəcək. Və birbaşa insanı nəyə yönəldir? Yönəltdiyi Allahdan başqasınadır. Hansı ki, o Allah ki, bütün kainatın sahibidir, bütün kainatı idarə edəndir, insanları öldürən və dirildəndir, həm güldürən və həm ağladandır, həm xəstələndirəndir, həm şəfa verəndir. Və bütün kainatı idarə edən Allah. Və huve alə kulli şeyin qadir. O hər şeyə qadir olduğu təqdirdə hansı ki, insanı Allahdan başqasına yönətmək. Və Allahdan başqasına yönətmək nəyə yönəldir insanı? Əslində şeytan üçün ən asan vasitədir. İnsan Allahdan başqasına sığınanda, Allahdan başqasına dua edəndə rahatlıqla şeytan onu yoldan çıxardır. Və onun üçün daim insan bilməlidir ki, yaradılışındakı əsas qayə nədir? Allah Teala insanları yaratmaqdakı əsas qayə nədir? Allahı düzgün şəkildə tanımaq və ona ibadət etmək. İbadət anlayışı məfhumu geniş məfhumdur. Namazla bərabər, orucla bərabər və dua özü ibadətdir. Necə ki, Peyğəmbər sallallahu aleyhi və səlləm hədisdə də buyurur ki, dua ibadətin özüdür. Fikir verin, insan ən birinci əlini asdığı onu yaradan olmalıdır və ona dua etməlidir və ona sığınmalıdır. İnsan Allahdan başqasına sığınanda, Allahdan başqasına dua etdikdə artıq rahatlıqla şeytan onu yoldan çıxardır. Və insan birbaşa Allaha yönələndə, qəlbi ilə, əzaları ilə və dili ilə Allaha yönələndə Allah Teala onu himayə edir. Onu qoruyur şeytanın hiləsindən. Və sonra dəyərli qardaşlar, şeytandan qorunmaq üçün daimi Allaha sığınmaq və əuzu billahi minəşşeytanirracim kəlməsini söyləmək. Hansı ki, qovulmuş şeytandan Allaha sığınmaq. Və bu da mühümdür. Daimi insan şeytandan Allaha sığınmalıdır. Və xüsusən də müəyyən vaxtlar var ki, və namaz əsnasında insan daimi Allaha sığınmalıdır şeytandan. Və Quran oxuyan zaman, qəzəblənən zaman və həmçinin sabah və ya axşam vaxtlarında, eləcə evdən çıxanda və yaxud da ki, yatan zaman insan daimi Allaha sığınmalıdır ki, Allah Teala onu qovulmuş şeytanın şərrindən və hiləsindən qorusun. Yəni bizim şəriətimiz insana nəyi öyrədir? Birbaşa insana yalnız Allaha sığınmağı, Allaha üz tutmağı. Və insan Allaha üz tutduqda,
Allah'a yönəldikdə Allah Teala onu şeytanın hiləsindən bir mənalı olaraq qoruyur. Və həmçinin əziz qardaşlar, insanı şeytandan qoruyan vasitələrdən Allahın kitabını oxumaq, Allahın kitabını daimi oxumaq və xüsusən də Bəqərə surəsini. Və Bəqərə surəsi bilirsiniz ki, hədisdə də zikr olunur ki, xüsusən insanı şeytandan qoruyur. İnsan daim Bəqərə surəsini evdə çalışıb oxumalıdır və yaxud da ki, evdə oxunsa daha yaxşıdır ki, xüsusən Bəqərə surəsi insanı şeytandan qoruyur. Və eləcə də Quran-ı Kərimi oxumağın özü. Allahın kəlamını oxumaq, Allahın kəlamını qiraət etmək insanı şeytandan qoruyur və şeytanın hiləsindən qoruyur. Və həmçinin əziz qardaşlar, insanı şeytandan qoruyan vasitələrdən Kürsi ayəsi Bəqərə surəsində və onu oxumaq, xüsusən də gecə vaxtı, yatmamışdan qabaq. Və bu ayə özü ən böyük, ən əzəmətli ayələrdəndir. Tövhid ayəsidir. Allah Teala'nın adları və sifətlərindən bəhs edir. Və o ayəni oxumaq insanı şeytandan qoruyur. Və bu söylənənlərin hamısı əziz qardaşlar, mühüm vasitələrdir, mühüm vəsilələrdir. Çünki elə bir cəmiyyətdə yaşayırıq, elə bir vəziyyətdə yaşayırıq, fitnələr daimi baş verir. Həm insanlardan olan şeytanlar var, eyni zamanda da cinlərdən olan şeytanlar var. Və ona görə insan daimi bu vasitələrdən istifadə etməlidir ki, öz nəfsini qorusun. Çünki gündəlik həyatda və yuxudan durandan yatana qədər əziz qardaşlar, şeytan işi kimləndir? Möminlə, iman sahibi ilə, iman gətirənlə. Nə üçün? Çünki onun imanına zəiflətmək və onun imanına xələl gətirmək istəyir. Onu Allahın dinindən uzaqlaşdırmağa yönəltmək istəyir. Ona görə də mömin, bax bu vasitələr ən mühüm vasitələrdir ki, bu söylənən vasitələr və bundan yararlanmalıdır, faydalanmalıdır ki, öz nəfsini qorusun şeytanın hiləsindən, şeytanın tuzağına düşməmək üçün. Və eləcə də əziz qardaşlar, insan öz nəfsini şeytanın hiləsindən qorumaq üçün səbəblərdən, vasitələrdən, insan qəzəblənən zaman dərhal deyir dəstəmaz almalıdır. Çünki şeytan bilirsiniz ki, oddan yaradılmış bir məxluqdur. Və oddan yaradıldığı üçün insan dəstəmaz aldığı halda su da deyir, odu deyir, söndürür. Ona görə insan deyir, qəzəblənəndən sonra dərhal deyir, dəstəmaz almağa yönəlməlidir. Və çünki deyir, o qəzəbi deyir, su söndürür. Dəstəmaz deyir, aradan qaldırır. Və sonra əziz qardaşlar, insan daimi Allaha istiğfar etməlidir. Nəfsini şeytandan qorumaq istəyirsə və bu deyir, mühümdür ki, insan Allahın qarşısında Allahdan bağışlanma, istiğfar diləməlidir. Və xüsusən də bu kəlməni də çox deməlidir. La havlə və la quvvətə illə billah. Bu kəlməni də çox deməlidir. Hansı ki, güc və qüvvət yalnız Allaha məxsusdur. Və bu kəlmənin də çox böyük əzəməti var. İnsan Allahdan bağışlanma diləməklə və bu kəlməni daimi dilində zikr etməklə deyir ki, insanı qoruyur, himayə edir. Şeytanın hiləsindən və şeytanın tuzağından. İnsan deyir, artıq öz nəfsini qorumuş olur. Əzəmətli kəlmədir. La havlə və la quvvətə illə billah. Güc və qüvvət yalnız Allaha məxsusdur. Və sonra əziz qardaşlar, vasitələrdən insan öz nəfsini şeytandan qorumaq üçün vasitələrdən evlərə diqqət etmək, evləri təmizləmək. Nədən əziz qardaşlar? Evləri musiqi sədalarından təmizləmək. Bax, bu mühümdür. Musiqi sədalarından, musiqi səslərindən, əyləncəli verilişlərdən və yaxud da ki, hansı ki, musiqi alətlərindən evləri bundan təmizləmək, itlərdən və ya surətlərdən, canlı şəkillərdən və xüsusən münkər olan şeylərdən evləri təmizləmək. Və bu da mühümdür, əziz qardaşlar. Və sonra, dəyərli qardaşlar, ailəni və övladları qorumaq. Necə qorumaq? Daimi onlara dua oxumaqla, onları rüqiyyə etməklə, şəri üslubla. Rüqiyyə nədir? Yəni, Allahın ayələrini onlara oxumaqla. Bilirsiniz, müəyyən zikirlər var, dualar var, səhər və axşam zikirləri. Daim uşaqlara, körpələrə, ailəyə və bunu oxumaqla, evə oxumaqla və bu da insanı şeytandan qoruyan vasitələrdir. Yəni, başqalarını çağırmağa yox, əziz qardaşlar. Hər bir müsəlman mütləq bunu özü etməlidir. Rüqiyyə elə bir şeydir. Rüqiyyə nədir? Duadır. İnsan özü, öz evladına, öz bala uşaqdır, əlini başına qoydun, Fatihəni oxudun. İxlas, Fələq, Nəs oxudun, Ayət-ül Kürsünü oxudun. Bu ayələr hamısı nədir? Əzəmətli ayələrdir. Allahdan, Allahın kəlmələri ilə yardım istəyirsən,
qorunmağını istəyirsən. Və onun üçün bu mühümdür əziz qardaşlar. Bu vasitələri hər birini özümüz etməliyik. Yəni insan daim özünə, övladlarına deyir, dua oxumalıdır, zikr eləməlidir, onların üzərinə rubiyyə etməlidir. İnsanı şeytandan qoruyan səbəblərdən, vasitələrdən və şeytana müxalif olan əməlləri yerinə yetirməkdir. O əməllər də hansıdır? Hansı ki şeytan sağ əllə yeməyə necə baxır? İkrah edir. Sol əllə yeməyi xoşlayır. Və o zaman deməli bu əməl nədir? Müxalifdir şeytana. Şeytana müxalif olan əməli etmək. Sol əllə yeməyi tərk etmək. Sağ əllə yemək. Və o əməl ki şeytana yəni ikrah yaradır və insan deyir o əməli şeytana müxalif olmalıdır. Sağ əllə yeməlidir yeməyi. Və həmçinin israfçılığı tərk etməlidir. Çünki israfçılıq deyir şeytanın oyunlarından biridir. Hansı ki deyir israfçılıq şeytanın qardaşlarındandır. Qardaşlığındandır. İnsan deyir israfçılığı tərk etməlidir. Və həmçinin əməllərdə tələsməmək. Və əməllərdə tələsmək deyir şeytanın əməllərindəndir ki şeytanı sevindirir. Və insan deyir əməllərində rahat olmalıdır, təmkinlə olmalıdır, tələsməməlidir və ona görə tələsmək də deyir şeytanın əməllərindəndir. İnsanı şeytanın hiləsindən qoruyan vasitələrdən səfərə çıxanda tək səfərə çıxmamaq, çalışıb səfərə tək çıxmamaq və bu da insanı qoruyan vasitələrdəndir, tək çıxmaq olmaz. Və sonra insanı qoruyan vasitələrdən insan hər bir əməlinin başında uca Allahın adını zikr etmək, xatırlamaq. Yəni Bismillah kəlməsini ifadə etmək. Çünki şeytan Bismillah kəlməsindən xoşlamaz, Allahın adını xoşlamaz və Allahın adına ikrah edər və insan Allahın adını çəkdiyi təqdirdə hər bir əməlin önündə və deyir şeytan balacalaşır, hətta deyir balaca deyir bir milçək boyda olur deyir. İnsan daimi deyir hər bir əməlinin önündə, əvvəlində Allahın adını çəkməlidir ki, və o da şeytana təsir edir. Şeytanı zəiflədən əməllərdəndir. Və eləcə də dəyərli qardaşlar, insanı şeytanın hiləsindən qoruyan əməllərdən La ilahə illallah vahdehu la şərikə ləh, ləhul mulk və ləhul həmd və huvə alə kulli şeyin qadir kəlməsini, zikrini söyləmək. Və hansı ki bilirsiniz bu kəlmələr, bu zikir ən əzəmətli kəlmələrdəndir. Və bu zikri söylədikdə əziz qardaşlar, insan şeytandan Allah Teala onu qoruyur. Allah Teala insanı şeytandan qoruyur. Və mənası da bilirsiniz. La ilahə illallah vahdehu la şərikə ləh. Tək və şəriki olmayan Allahdan başqa haqq məbud yoxdur. Ləhul mulk və ləhul həmd. Mülk ona məxsusdur, həmd və sana ona məxsusdur. Və huvə alə kulli şeyin qadir. O hər şeyə qadirdir. Və ən əzəmətli zikirlərdəndir, əziz qardaşlar. Və bu zikri kim gün ərzində 100 dəfə edərsə və Allah deyir onu şeytandan qoruyar. Və sonra əziz qardaşlar, insanı şeytandan qoruyan səbəblərdən, vasitələrdən insan fəcr namazını, yəni sübh namazını öz vaxtında əda etməsidir ki, Allah subhanahu və teala'nın zimməti altında olur, himayəsi altında olur. Və sonra insanı qoruyan səbəblərdən, şeytanın hiləsindən namaz əsnasında çox hərəkət etməmək. Və bu da deyir şeytandandır. İnsan namaz əsnasında çox deyir, hərəkət edir, əli ilə, ayağı ilə oynaması, şeytan onu rahatlıqla deyir, yoldan çıxardır. Və insan deyir, bunu tərk etdikdə namaz əsnasında o özü öz nəfsini qorumuş olur. Və eləcə də nəhayət, əziz qardaşlar, insanı, xüsusən qadını, yəni və buna önəm verməlidir. Heç bir hacət, ehtiyac olmadığı təqdirdə evindən çıxmaması. Qadın ən yaxşıdır ki, evində otursun. Lakin deyir, ehtiyac olduğu təqdirdə burada bir şey yoxdur. Ehtiyac olmadığı təqdirdə şeytan deyir, hər an ona deyir, vəsvəsə verə bilər. Və ona görə Allahdan istəyirəm, əziz qardaşlar, hər birimizi şeytanın hiləsindən qorusun. Bizi, ailəmizi, balalarımızı şeytanın vəsvəsəsindən, hiləsindən, tuzağından qorusun. Allahdan istəyirəm bizi daim
Allahın sevdiyi və razı qaldığı əməlləri yerinə yetirməyə nəsib etsin. Allahdan istəyirəm bizim günahlarımızı bağışlasın, bizə mömin kimi yaşayıb və mömin kimi ölməyi hər birimizə müvəffəq etsin. Və sallallahu alə nəbiyyina Muhammedin və alə alihi və sahbihi əcma'in. Subhanəkallahumma və bihamdik. Əşhədu ən la ilahə illə əntə əstəğfiruka və ətubu ileyk.